Salam dostlar, Kürsahada Həyat kanalından hər birinizi salamlayıram. Səhər saat 6'dır. Günə başlayırıq inşallah. İlk işimiz qoyunların otunu və dərini vermək olacaq. Daha sonra isə inəklərin altını təmizləyib otunu veriləcək. Sağılan heyvan sağılacaq. Bu qədər. İndi isə videonu izləyək. Zəhmət olmasa kanala abunə olub videonu bəyənməyi unutmayın. Bizler sağamatçılığı bizler ceza durun diyorum, durun özgürlük. Evet, siz gözlüyün. Bobik'teki el çəkməyi bilmir də bizdən. Bobik. Dostlar, ilk öncə nə edirik? Onların axırının altını təmizləyirik. Bura arpa tökəcək. Qoyunlar üçün belə yem qabları çox yaxşıdır. Çünki qoyunlar yediyin yeyir burada. Bunun içindən də ağzını sarır, buradan yeyir. Ağzından düşən, nə bilim, yerə tökmək istədiyi də hamısı tökülür bunun üçün. Onlar da ki, oradan yeyir. Yəni yaxşıdır. Şimdi buradan arpamızı götürəcəyik. Bircə dəqiqə dostlar. Telefonla çəkiliş elədiyimə görə mənim üçün bir yerdən işləmək biraz çətin olur. Ona görə bəzi işlərdə videonu dondururam ki, işi görə bilim. Hazırda dostlar, artıq arpamız çüylə ölçüb götürüldü. Gəlirik yem qabını əlavəsini. Çalışıram bərabər şəkildə töküm ki, onlar yiyən zaman hamısı eyni qaydada yeyə bilsin. Belə. İndi bunların bırakma vaxtıdır. Budakını bağlayayım ki. Hazırsınız kızlar. 700. Ay maşallah. Siz gözlüyün. Arpanı yesin, sonra görüşürüz. Dostlar, təsərrüfat haqqında ümumi məlumat videosu çəkəcəm. Öncə
belə deyək, təsərrüfat kiçik ailə təsərrüfatıdır. Öncədən 1-2 inək və bordaq dişi dana ilə məşğul idik. Elə oldu ki, çox güclü qazancı olmadı. Güclü deyəndə, yəni belə yüksək qazanclar olmadı. Buna səbəb də heyvanın bazardan alış qiyməti, daha sonra yem qiymətləri, ot qiymətləri. Yer gəlmişəm dostlar, 310 dənə ot bilet almışam. Gördüyünüz kimi ot yerimdə demək olar ki dolur. Bu mənə qış boyu bəs eləyəcək inşallah. Osun başı qarışıb. Bu da onların arpa yeməyi. Deyim var ki, qoyun arpa gördü, hər şey yaddan çıxır. Həqiqətən də eyni vəziyyətdir. Hə dostlar, qoyunlar haqqında ümumi məlumat verəcəm inşallah növbəti videolarda. Təsərrüfatda elə bir dəyişiklik elədik. Həmin o bordaq danadan keçmişik damazlıq inək, 2 dənə, 3 dənə, bir də qoyunçuluğa. Qoyunçuluqda dostlar qapalı sistemdə aparılır. Yəni inşallah ki bütün xərcləri, mənfi və müsbət cəhətləri bu haqqında sizlərə məlumat verəcəm. Qoyunların gündəlikdə gəzdiyi ərazi hardasa 1 sot 10 metrin 10 metri yerdir dostlar. Burada gündəlik bunlar otunu, yemini yeyir, sonra burada gəzinir. Hə, hazırdır. 700 arpanızı. Şu ot da verim size. Bobik. Ged oyna da. Dostlar. Yiyiblər indi fikirləri. Burada otun yok. Kıs 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 kıs. Dostlar otu gətirdim. İndi açıb tökəcəm bircə dəqiqə. Hə. Otu açdım, tökdüm. İndi bunlar da buradan yeyirlər. İndi gedək danalarımızı da gətirək. Açağı bıraxaq ki ot yesin bunlar da. Hə. Siz də gedə bilərsiniz. Düzdür deyirlər, inəklə qoyunun ki bir yerdə tutmaz, amma dostlar balaca heyvan olduğuna görə hələ ki elə bir ziyanı yoxdur. Ona görə demək olar ki gün ərzində bunların yanında qalırlar. Buradan otlarını yeyirlər. Burada da suları var, sularını içirlər. Bu qədər dostlar. Videonu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Kanalımız yenidir, zəhmət olmasa videoları bəyənin, kanala abunə olmağı, videoları paylaşmağı unutmayın. Çox sağ olun, təşəkkürlər.